Keçən dəfələrdə oxuduğumuz hədislərdən biri paxıllıq barəsində idi, yadınızda olsa. Dedik, paxıllıq özü də insanın o orta əxlaqının, normal əxlaqının bir ifrat formasıdır. İnsanın insana münasibəti adi formada olmalıdır, normal formada olmalıdır. Onun qeyri-normalı biri paxıllıqdır. Və o paxıllıq barəsində bir dənə hədis oxuduq ki, dedik, insanın abrını aparar, ondan sonra insanı çətinliklərə salar və insanın hətta bəzi yerlərdə var, əcəlini də tezləşdirər paxıllıq. Bu, əcəlin tezləşdirməyi, paxıllığın əcəllə nə əlaqəsi var? Adam zahirdə baxanda biraz adama qəribə gəlir. Paxıllıq hara, ölüm hara, həyatın qurtarması hara. Bilirsiniz, bunu dəfələrlə demişik, eşitmişsiniz. Bütün bu işlərin hamısı mənəvi və ruhi xəstəliklərdir. Rəzail-i əxləq hamısı xəstəlikdir. Məkarim-i əxlaq hamısı sağlamlıqdır. Xəstəlik hansı bir xəstəlik olsa cismə ziyan verir. Öldürücü də olmasa dolayı yolla insanın həyatının azalmasında neyir? Təsir qoyur. Xəstəlik də bədənə ziyandırsa, deməli, o ziyan haradasa özün bir özə verir. Öldürməsə də, öldürən üçün şərait yaradır. Öldürməsə də, öldürənə köməklik edir. Eyni rəzail-i əxlaq, əxlaqi xəstəliklər də eyni ilə bunun kimidir. Bəziləri birbaşa öldürücüdür. Günah birbaşa öldürücüdür bəziləri. Bəziləri də öldürücü də olmasa, öldürən xəstəliyə kömək eləyər və öldürən xəstəliyi yaradar. Ya hazır xəstəlik var, bu da ona bir köməklik eləyər, ya da ümumiyyətlə o öldürücü xəstəliyi, ruhi xəstəliyi eləyər, insanda yaradır. Paxıllıq ki, məsələsindən çox danışılıb və çox da eşitmişsiniz və mütəəssifanə elə insanların çoxunun içərisində, öz içərimizdə deyil, onu təcrübətən də neynəmişik, elə görmüşük, müşahidə eləmişik. Bu, belə demək olar, həm öldürücü xəstəlikdir, həm öldürücü xəstəliyə kömək edən xəstəlikdir, həm də öldürücü xəstəliyin ortalığa çıxmağından ötürü də şərait yaradandır. Özü də öldürə bilər, köməklik edə bilər, yeni xəstəlik də çıxarda bilər. Çünki ağır bəhslər, ağır məsələlərdən biridir. Və bilirsiniz ki, bir neçə dənə əxlaqi pisliklər var. O əxlaqi pisliklər insanın, demək olar ki, bilirsiniz, bir xəstəlik var, görsən, məsələn, allergiyası var birinin, ancaq yazda, görsən, bu vaxtlar başlayır gözü qaşınmağa, sulanmağa, nə bilim, səbir götürməyə, nəyə belə. Bəzisi var, görsən, payızda olur, bəzi xəstəliyin qışda, məsələn, gərək çox qoruyasan olur. Bəzi xəstəlik var, məsələn, istidə çox gərək müğayət olasın o məsələlərdən. Bəzi xəstəlikdə elə demasozonluqda elə hər vaxt şeydir, belə işi pisdir, paxıllıq ondandır. Özə bunun gecəsi, gündüzü, istisi, soyuğu, yayı, qışı yoxdur. Allah eləməsin, təcrübə eləyəsiniz, bu bir növ daim insanda olur. Xüsusən də bir balacada daxildən ya xaricdən bu xəstəliyin elə bil ki, səbəbkarlarına təhriklər olanda. Məsələn, elə birinə qarşı sənin, məsələn də biraz allergiyon var, nəsə narahatçılığın var, belə deyək də ona qarşı paxılsan, biri də gəlib onun barəsində sənə bir mənfi söz deyəndə o biraz da artır. Ya həmin adam gəlib belə sənin yanından belə gözünə bir təhər dəyəndə, şeytan onun addımların belə bir təhər göstərir sənin gözünə, biraz da ona qarşı gələn olursan, daxildən o hiss qüvvələnir. Çox təhrik olunan bir daha xəstəlikdir. Özdə heç vaxt fasilə vermir insana. Heç vaxt fasilə. Yeganə ola bilər, yatanda olsun o ki, o hissiyatda olmur adamda. Bir də insanın başı o qədər dünyada ya yaxşı cəhətdən, ya pis cəhətdən nələrəsə qarışsın, bir an o yaddan çıxsın. Tez də qadir düşür yerinə, tez də yada düşür və daim insanı o mövzuya bağlayır. Hətta bəzən içərdən insan görsən,
əsəb gəlir insana, rivayətlər yazır və bəzi ustadlar yazırlar. Ondan sonra yersiz, məsələn, surətdə bəzən hətta bir adam olur ki, görür, birdən durdu, qışqırdı. Səbəbini soruşursan, heç nə. Dərininə gedirsən, görürsən, daxildə o adamla o qədər savaşıb, başlayıb qışqırmağa. Daxildə qışqırır da xəbər yoxdur, xaricdə də qışqırır. Məsələn, qeybətlə onun çox fərqi var. Düzdür, qeybətin barəsində Allah Quranda ölmüş qardaşın ətin yeməyə oxşadır. Qeybət, məsələn, hətta Həzrəti Peyğəmbər deyir, orucu batil edir. Yəni, mənəvi cəhətdən orucu batil edir, fiqhi cəhətdən yox. Çünki deyir, bir növ yeməkdir, ölmüş qardaşın ətin yeməkdir. Amma bəzən o qeybəti adam elədikcən günahın çoxaltsa da, daxilən biraz sönür, sakitləşir. Yəni, gündə bir yarım saat Allah icazə versə buna qeybət eləməcək, işte bu günaha düşməz. Yarım saat icazə versə, bu qeybəti halal eləsə, görsən, yarım saat elədi, da bəs eləyər onu. Amma paxıllıq o cürə deyir. Paxıllıq daim üstə gətirir. Ona görə o ağır xəstəlikdir. Hətta Əli Əleyhisselamın şeirlərindən birində var ki, elə şeirlə müraciət edir, münacat edir Allaha, İltimas edir ki, bu paxıllara özün xüsusi bir dənə nəzər elə. Paxıllara özün xüsusi bir nəzər elə ki, bunlar paxıllıqdan neynəsin, uzaqlarsın. Bu, elə bil ki, insanın ki, paxıl olmamalıdır, insan mehriban olmalıdır, insandan nisbəti yaxşı olmalıdır. Bunun ifrat forması ya təfrid forması paxıllıqdır ki, bu danışdığım kimidir. Hədisdə də keçən dəfə oxuduq. Birinci zərbəsi də bilirsiniz, bütün xəstəliyin zərbəsi xəstənin daşıyıcısına dəyir. Birinci zərbə özünə dəyir. Düzdür, keçici xəstəliyi var. Biri məsələn vərəmdir, nəfəsindən keçə bilər, nəm qabından keçə bilər. Biri bir cürə xəstəliyi var, qanın sənin məsələn, o əlin kəssə, sən əlin kəssə, ikisinin qanı birləşsə, bir-birinə keçə bilər. Bunlar hamısı bu cismani xəstəliklərin formalarıdır. Bu əxlaqi xəstəliklər nə mikrobla keçmir, nə nəfəslə keçmir, nə qanla keçmir. Birbaşa ruhdan sorulur o. Ruhdan sorulur o insana. Ona görə gərək insan bu məsələdə çox müğayət olsun. Bəs insanın ətrafı yaxşı olmalıdır ki, insan neynəsin? O ruhi xəstəlikləri, əxlaqi xəstəlikləri olan insanlar ətrafından müalicə oluna bilsinlər. Amma siz bilirsiniz də, mikrob tonla adamın bədəninə düşmür. Hər hansı bir xəstəliyin doktor bir dənə mikrobu bəs eləyir adamı xəstələndirməyə. Lazım deyil, belə də məsələn 1000 dənə mikrob gəlsin, keçsin, adamı grip eləsin. Ona görə də hətta 50 nəfərin içərisində bir dənə əxlaqda ifrat və təfritə varmış adam gəlib girsə, o 50 nəfər adam arxan olmasın ki, biz onu islah eləyəcəyik. Ehtiyatlı olsunlar ki, o bunları öz yoluna çəkə bilər. Eyni o bir mikrobun misalında. Biz əvvələn hələ biraz humanisti gelirik. Gələndə biraz başlayırıq ki, hələ qoy təzə gəlib. Ondan sonra biraz deyirik ki, indi bir namazdır da qoy belə olsun. Və biz daim günahkara daha çox üstünlük veririk. Daha çox, mən dəfələrlə eşitmişəm. Deyir, məsələn, filankəsin maşınını vurub, heç nəyə də yoxdur filan. Neyə deyir, bağışladı, getdi. Özdə qəsdən eləməyib, yazıq içkili olub. Yaxşı, bu içki belə eləyən yazıqdırsa, onda içki içməyib eləyən qatildir. O iki qat günahkardır. Bir, əvvələn nə, heç bir ölkənin qanununda içkili maşın sürmək olmaz. Allahın qanununda da kötündən haramdır. Bu yandan da gəlib mənim maşınımı vurub da bu. Mənim nəyim içməkdir. Mən məcbur içdirməm. Biz o günahkara daha çox elə bir bəraət veririk. O adam gəlir bizim içərimizə qeyri-normal əxlaqda. Biz elə həmin günü, həmin saat öz qanunumuzu ən azı ona elan edib, bildirmək əvəzinə hələ bir həftə onun qanununda yaşır. O danışır, biz gülürük. O hərəkət edir, biz baxırıq. O anekdot danışır, biz rıldayırıq. Ay bala, gələn kimi deməlisən,
Qədimdir, yataqxanada yatanlardan hətta olub da, burada bilərlər də. Gələndə deyirlər, bu filankəsin yeridir, bu filankəsin yeridir, bu filankəsin yeri. Bir gün sən növbətlisən, bir gün o, bir gün o. İndi sən bir gün gəlmirsən, sənin sabahdan olsun növbən. Birisi gündən olsun. Belədir, yeri də duranda yığışdıracaqsan, dəsmalı oradan asırsan, bu cürə. Belə eləyirlər. Ən azı televizorda, kinolarda görmüşsünüz də. Belə bir şey. Amma indi deyil. Görürsən, bir dənə dindar cəmiyyətin içərisinə bir dənə dindar gəlir, qeyri-adi, qeyri-normal, anormal bir dənə xasiyyətdə biz buraxırıq onu tam ürəyimizin içərisinə qədər gəlir. Güya, hədə qoy, qaçırtmıyor. Qaçır, qoy qaçsın, geçsin, səni zəhərləyincə, qoy qaçsın, çıxsın, geçsin, elə deyil. Sən qanunu tətbiq eləmək. Qardaş, biz namaz qılanıq. Gündə də 5 dəfə roza oxuyub ağlamırıq. Dindarıq, xasiyyətimiz də budur. Gülmək, ağlamaq, hər şey bir sətidə ki, o 50 nəfəri döndərib öz tayi eləməsin. Bundan da əmin olmaq olmaz. Gərək nə olsun, o sənin qanunu bilsin. Hər halda Həzrət buyurur ki, neynəginən o ətrafı seçəndə elə adamlardan seç ki, onlar sənin ruhi xəstəliyi neynəyəndə, təmizlənməyində, malicə olunmağında, normallaşmasında neynəsin? O təsir qoysun. Onlar səni yaşatsınlar. Ona görə insan öz ətrafını, yəni heç kimə borcu deyir ha. Özün istəyirsən salamat qalasan. Baxın, Allah rəğ eləsin. Görsən, bir dənə kəndə küləkli havada bir yanğı düşəndə nədir? Heç kim götürüb evin üstünə su tökmür. Hamı qaçır, yanan evin üstünə su tökür. Amma vallahi və billahi 50-50-yədir. 50% onun evini istəyir söndürməyə, 50% də budur ki, bunun da evi o yansa, üzü bu yana gələcək axı. 50% də öz evi qoruyur. Biz heç olmasa nəfsimizə görə, mənəviyyatımıza görə 50-50 işləyəyim də. 50-50 işləyəyim. 50% onu islah eləmək qəsdimiz olsun, 50% daxil bizə də təsir edəcək. Bu bizə də təsir edəcək. Qulaq asma, yalan danışır, qeybət edir qulaq asmacına, ondan sonra nə bilim, güldürür, çox gülməclə, hər şeyin bir qaydası var. Elə insan da elə, hər nə oldu, ağzını açsın, gülsün, elə iş olmaz ki. Belə gülmənin bəzən xeyri var, bəzən ziyanı var. Bəzən həkimlər deyir, xeyri var. Şəriət deyir, ağzı dolusu gülmək nədir? Günahdır, gərək insan nə ola? Allahın əzabından, qəzəbindən amanda ola, ondan sonra gülər. Həkimlər də hətta bəzən elə o cürə gülüşü deyirlər ki, ziyandır, ürəyə ziyandır, filandır, vəsməkandır. Hə, təbəssümdür, filandır, bunlar insanın ruhiyyəsində bir şeylir, təsir qoyur, insandan biraz yuxunu qaçırdır, insanı biraz təşviq edir, o normasını. Həzrət Peyğəmbər də gülərdi, Həzrət Peyğəmbər də zarafat eləyərdi. Amma haqdan başqa bir şey deməzdi də. Dəfələrlə misalını eşitmişsiniz onların. Sözlərini görmüşsünüz, misallarını eşitmişsiniz. Da məsxərə deyirdi o. Ki, gərək insan öz ətrafını neyniyə, hökman bunu təmizləyə ki, otura bilsin də, elə deyir. Gərək buranı təmizləyəsən, çirkdən ki, orada oturasan. İndi istəyirsən, yaşayasan, gərək ətrafı təmizləyəsən. Ətrafı təmizləməyə biri budur ki, məsələn, Həzrət Peyğəmbər kimi düz girdi o şirkin mərkəzindən təmizləyə çıxdı, getdi. Şükür Allaha, indi elə də deyir ki, bir dənə mömin məcburdur gedə düşə şirkin ortasından başlaya təmizləyə, özünə yer aça. Elə doludur mərkəz, ondan sonra cəmiyyət, ondan sonra insanlar, elə gəlib orada neyləyə bilər? Gəlib orada əl-ələ verə bilərlər, qardaş. Biraz bundan azaldaq, biraz ondan azaldaq, biraz bundan artıraq, biraz bundan artıraq neynəyək? Görsən, 5 nəfər, 3 nəfər, 4 nəfər yol gedəndə gəlib neynirlər? Hamısı misafirdir, səfərkeşli hərəsində bir boğçası var. Otururlar orada elə bir restoranda yemək yerərlər. Biri duz qoyur, biri çörək qoyur, biri kartof qoyur, biri yumurta qoyur, biri soğan qoyur, biri aş qoyur, biri bozboş qoyur. Gözə əməlli başlı rəngarəng bir dənə süfrə açıldı. Heç restoranda elə menü yoxdur. Və hamısı da o yeməklərin hamısından da dadır. Çox da qəşəng olur. Çox da yaxşı olur. Bəlkə də bu bir dənə yemək ki götürmüşdü özünə bu səfər boyu bundan yiyəcəkdi. Bir yemək də elə tibbi cəhətdən çox uzun müddətdə yeni yemək məsləhət deyil. Mümkündür bunda zəiflik əmələ gəlirdi, xəstələnərdi. Cüzün bir dənə süfrəmaşlar qoydular. Biz möminlər o mənəvi süfrəmizi bir dənə açıb qoysaq ortalığa və orada o səfərdə, səhrada, çöllükdə, qürbətdə
rast gəldiyimiz, heç tanımadığımız səfər yoldaşı ilə oturub o mehribancasına yediyimiz çörək süfrəsi var idi. Bu dini süfrədə, Allahın süfrəsində o formada otursuq, çox müvəffəq olarıq. Geridə qalmağımızı, paxıllıq bilirsən insanı nə qədər geri atır? Paxıllıq qədər mənəviyyatı, əqidəni geriyə atan olmaz. Hatəmi Tayi kim idi? Allahın altında heç dəfə, heç bir dənə Allahın elədiyi ki, əmrin birinə də əməl eləməmişdi. Könüllü surətdə. Bəlkə indi məcbur əməl eləmişdi də, məcbur. Məsələn, fərz eləyək də bunu itələyib biri suya salmışdı, batmışdı, suda çıxmışdı, hesab olunmuşdu bunun üçün. Məsələn deyək də, fərz eləyək gələr, qusul hesab olunmuşdu, məsələn. Hələ orada da niyyət şərtdir, ha. Allahın istədiyi əmrlərdən bir dənəsini hatəm eləməmişdi. Amma paxıl döyürdü.